Əgər körpəniz hiperaktivdirsə, nə etmək lazımdır? Normalda bütün uşaqlar böyüklərə nisbətən daha fəaldırlar. Amma bəzən uşaq müəyyən həddi keçir və aydın olur ki, o sinir sisteminin xüsusiyyətlərinə görə sakitləşə bilmir. Belə uşaqlarda müəyyən meyarlar, davranışda qırmızı bayraqlar olur ki, bunlar mütəxəssislər tərəfindən korreksiya tələb edir. Amma kiçik uşaqlarda normanı hiperaktivlikdən ayıran konkret bəndlər yoxdur. Ona görə də 2 yaşdan yuxarı uşaqlarda psixiatr qəbuluna getmək mütləqdir və burada fərqli xüsusiyyətlər müəyyən olunur. Hiperaktiv uşaqların valideynlərinin əsas vəzifəsi gündəlik rejimə riayət etməkdir. Əvvəlcədən planlaşdırılmış fəaliyyət və hərəkətlər uşağın sinir sistemini sabit vəziyyətdə saxlayır, təhlükəsizlik hissi yaradır. Böyük uşaqlarla isə yaxın vaxtlar üçün planlarınızı və perspektivlərinizi müzakirə etmək olar. Bu da uşağın gələcək aktivliyini əvvəlcədən təsvir edib, onu buna hazırlamağa kömək edir. Hiperaktiv uşaqlar üçün gündəlik həyatlarında rituallar və icazə verilən sərhədlərin dəqiq müəyyən olunması da çox vacibdir. Yəni rejim, aydın planlar, rituallar və icazə verilən sərhədlər onların sinir sistemini həddindən artıq yüklənmədən qoruyacaq.